Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər və əziz müəllimlər. İmtahana az qalıb, sayılı günlər qalıb, az günlər qalıb. Bunun üçün bizim yazacağımız mövzu sınaqlarından ən mühüm bölmələrdən biri olan feilin izahına baxaq bugün sizinlə. Görək feildə nələr var, çətin yerlər nələrdir, əsasında fikir verilməli yerlər, daha çox sual salınan yerlər, toxunulan məsələlər. Çalışmışıq onları mövzu sınavımızda əhatə edək və bunları sizə çatdıraq. Başlayaq. Hansı cümlədə məlum növdə olan feil işlənib? Məlum növ bizdən soruşduqda biz birinci olaraq sadə feil axtarmalıyıq. Sadə feil birinci qaydada məlum növ olacaq və ya digər 5 növün verilmiş düstur sxemlərinə uyğun gəlməyən bütün feillərdə biz məlum növ hesab edirik. Baxaq. Güclü yağış axşamüstü kəsildi. Kəs, kəsil. Öz-özünə kəsilir, bəli. Təsirli feildən yaranıb, bəli, qayıdış növdür. Tez bir zamanda çadırlar quruldu, qurul. Kimsə tərəfindən, bu da məlum növ deyil, məchuldur. Möhkəm səsdən sonra quş qanadlandı, qanadlan. Burada görürük ki, lan şəkilçisi heç bir növ yaratmır, buna görə də nə olacaq? C, məlum növ. Əmr olundu ki, əmr olunmaq, şəxsiz növ. Yoxlanılsın, yoxla, yoxlan, yoxlanıl. Yoxlanılsın, nə sənədlər, bu da məlum növ deyil, növün şəkilçisi var burada. Bir mən deyiləm ki, üstünə heyran şöhrətin yayılıb. Ya yayıl. Bu da məlum növ deyil. Gördüyümüz kimi nədir? Öz-özünə yayılıb. Bu belə. 2. Gələcəkdə daha yaxşı bir dünya qurmaq üçün bütün insanlar həvəslə işləməli, bir-birinə sevgi ilə yanaşmalıdır. Cümləsinə əsasən. Doğrudur, yanlışdır. Feilin təsriflənməyən 2 forması işlənmişdir. Baxaq. Biri məsdərdir burada. Bir dənə başqa burada bir şey yoxdur. İşləməlidir. Bu feil sifət deyil. Yoxdur, bir dənədir. Deməli, biri yanlış. Biz biri variantlardan çıxsaq. Sözün quruluş səhər üçün növünə aid nümunə tapmaq olar. Gələcək. Yaxşı sözü, məsələn, sadə. Bir-birinə də mürəkkəb. 2 doğru. Homonim sözü iştirak etmişdir. Məsələn, elə bir sözü var. 3. Üzərində rəqəm yazılan sözlər quruluşa düzəltmədir, deyilişi ilə yazılışı fərqlənir. Həvəslə, bu da nə olacaq? Gələcək xəşdirik. Bu da doğrudur. Onda nə olacaq? Biz 4-ü silməliyik. Doğru cavab variantında. Qaldı nə? A. 5-də biraz problem var. Burada kökü isim olan feil əksinə verilməlidir. İstənilən variantda bunu çıxırıq. Doğru fikir olacaq. Sayın mənaca bir növü işlənmişdir. Burada say yoxdur. Bir sözü burada nədir? Gələcəkdə daha yaxşı bir dünya qurmaq üçün 2 dünya yox, deyəmində 2 dünya qurmaq üçün. Bu da ədəddir. Ona görə də nə olacaq? 2, 3, 6 A variantı. Hansı cümlədə feili bağlama tərkibi yoxdur? Baxaq. Y-dən başlayayım. Mən onu çağıranda artıq getmişdi. Getmişdi. Nə zaman? Mən onu çağıranda tərkib. Diqqətli ol. Nə zaman? Evə baxarkən tərkib. Yağdı. Nə? Yağış. Nə zaman? Evə çatarkən tərkib. Getmişdi. Kim? O. Nə zaman? Biz gələndə tərkibdir. Səs var. Nə səs? Necə səs? Gözəl səs. Kimdə? Bax, kimdə sualına cavab verir bu. Kimdə? Tamamlıqdır daha doğrusu. Kimdə sualına cavab verirsə, muğam oxuyanda bu feili sifət olacaq. Feili bağlama olmayacaq. Olacaq nə? A. Verilmiş nümunənin təhlili haqqında yanlış fikirləri müəyyən edin. Qəlbimi çəkdiyim həsrət üşüdür, köksüm isitdikcə şəkillərini. Yoxluğun yandıran olmazdı bu cür, yaman yada saldı bu gecə səni. Feilin təsriflənməyən 2 forması işlənmişdir. Çəkdiyim feili sifət, isitdikcə feili bağlama, başqa bir şey də yoxdur. A doğru. Birinci misrada yəlikalı isim işlənməmişdir. Üşüdür nə? Həsrət. Doğrudur. Həsrətin üşüdür onun burada. Həsrət üşüdür. Bu da oldu nə? Doğru. Frazoloji birləşmə işlənmişdir. Yada salmaq, bəli, işlənmişdir. Feillərin hamısı təsdiqdə deyil, olmazdı. Bu da doğrudur. İkinci misrada mənsubiyyət, üçüncü misrada hal şəkilçisi. Mənim köksüm, mənsubiyyət var. Sənin yoxluğun, bu da nə? Mənsubiyyətdir. Hər ikisi hal şəkilçisi sözlə başlamır. Demək ki, bu nədir? Hər ikisi nədir? Hər ikisi mənsubiyyətdir. Hər ikisi biri hal deyil. Ona görə nə olacaq? Y variantı. Sonra. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Deməli,
Çaparlar feili, çaparlar ismi. Bu olacaq çap, çapar, çaparlar. Bu olacaq çap, çapar, çaparlar. Tərkibində bir leksik, bir qrammatik şəkilçi var. Bunun üçün uyğun deyil. A getdi, B getdi, Y getdi. Sonra başlanğıc forması feil ilə homonimdir. Başlanğıc forması zaten elə feildir. Ona görə biz ikinin də cavab variantlarından silməliyik. Tərkibində eyni cinsli samit var. Deməli, tələffüzünə baxsaq. İsim olaraq bu olur. Tələffüz forması çaparar. Bəli, burada doğrudur. Feil olaraq tələffüzü çaparlar. Bunun üçün də doğrudur. 3 doğrudur. Deyilişi və yazılışı fərqlənir. Deyilişi və yazılışı fərqlənir. Baxsaq, hər ikisi üçün doğrudur. Bəli, 3, 4. Tərkibində 2 şəkilçi işlənmişdir. 2 şəkilçi deyirik biz burada. 2 şəkilçi deyirsə, hər ikisində doğrudur. 5 də yanlış ortaya yazılmalıydı. İsmi xəbər ola bilir. Bu feil olduğu üçün feilin şəkli olacaq. Feili xəbər olacaq. Amma bu isim olduğu üçün təbii ki, ismi xəbər rolunda çıxış edə bilər. Cavab olacaq C. Hansı feilin həm kökü, həm də başlanğıc formasını çıx feili kimi düşünmək olar? Baxaq. Kökü və başlanğıc formasını biz çıx kimi düşünək. Bir-bir sözlərimizə baxaq. Çıx, çıxar, çıxarmalısan. Deməli, çıx, çıxar, çıxarmalısan. Başlanğıc forması olacaq nə? Çıxardı. Demək ki, biz bunun həm kökünü, həm də başlanğıc formasını düşünə bilməliyik. Çünki bunun başlanğıc forması nə olacaq? Çıxar olacaq. Çünki şəkil ancaq başlanğıc formaya qoşulur və ya kökə qoşulur, ya da inkar şəkilçisinə qoşular. Eyni zamanda həmçinin bu burada da eyni qayda özünü ödəyir. Bunun da başlanğıc forması çıxar. Çıxar. Amma Y variantına baxsaq, biz bir dəfə bunu zaman kimi düşünsək, başlanğıc forması olacaq nə? Çıx, kökü də başlanğıc forması çıx olacaq. Amma biz bunu çıxarmaq şərt şəkli kimi düşünsək, olacaq nə? Başlanğıc forması çıxar. Düşünmək olar dedikdə biz yeni götürə bilərik. Yəni bir variantında arı zaman kimi düşündükdə bunun başlanğıc forması çıx olacaq, kökü də çıx olacaq. 7. Hansı cümlədə işlənmiş məsdər quruluşca mürəkkəbdir? Məsdər quruluşca olsun, mürəkkəb olsun. Yaxşı yaşamaq üçün, yaşamaq, yaşa, düzəltmədir. Arzu olmaq, dost olmaq istərdi. Dost olmaq, bəli, ol bilqil, mürəkkəb məsdərdir. B. Bütün ərizələr, burada ümumiyyətlə məsdər yoxdur, yoxlanılmışdır. Kitab oxumaq sadə sözdür. İmtahanın başlanmasına, başlanma, bu da nədir? Düzəltmə sözdür. Mürəkkəb deyil. Feillərin fərqləndirilmiş hissələri hansı şəkilçilər olduğunu müvafiq ardıcılıqla müəyyən edək. Şəkil və ya şəkildir, yoxsa idiymişdir. Bu da diqqətli olaq. Yadda saxlamaq lazımdır ki, idi, imiş və isə aydındır. Belə bir riyaziyyatla biz inteqrasiya eləyək. Baxın, idi, imiş, isədən qabaq həmişən bir x qrammatik şəkilçi var. X bərabərdir qrammatik şəkilçi. Və ya adlara qoşulur bu. Məsələn, ağac idi. Ağac idi. Biz burada x bərabərdir qrammatik şəkilçi olmalıdır. Qabağında. Bax, qabağında mütləq qrammatik şəkilçi olmalıdır və ya nə olmalıdır? Digər nitq hissəsi olmalıdır. Feildən başqa digər əsas nitq hissəsi desək düz olur. Əsas nitq hissəsi olsa bu idimiş hissədir. Ancaq bizim bu qrammatik şəkilçiyə x daxil deyil, nə? Mankarlıq. Bizim şəkillərin şəkilçilərindən qabaq, yəni hansılar da şəkilçilər, yəni xəbər şəklinin d şu idi, imiş, bir də nə? Şərt şəklinin səsi. Bunlardan qabaq heç bir qrammatik şəkilçi ola bilməz. Mankarlıq istisna. Aydındır. Siz əgər d-mış isəni, bunu da qısaltmışım, mışı görsəniz cümlədə, ondan qabaq mankarlıqdan başqa bir qrammatik şəkilçi varsa, bu qədər bəsit yolla. Demək ki, mütləq olaraq o nədir? İdimiş hissədir. Biz baxaq indi. Gələcəkmiş. İmişdən qabaq qrammatik şəkilçi var? Bəli, var. Demək ki, bu mişdir. Oxutdursa. Sağdan qabaq qrammatik şəkilçi var. Oxutdurmaq. Demək ki, yox. Anlayırdı, var. Demək ki, bu ididir. Qorxsa var, xeyr. Demək ki, bu sədir. Şərt şəkli. Fikirləşib, var. Bəli, demək ki, bu isə isədir. Aydındır. Bu cür eləsək, uyğunluğumuzu rahatlıqla tapa bilərik. Deməli, miş nə oldu? İmiş. Zaman şəkilçisi deyil.
Sonra sa şərt çəkilisi, d zaman deyil, bunu da silərik. İmiş isə, idi isə, bu da deyil. Mış zaman şəkilsi, yenə deyil. Deməli, imiş, sa şərt çəkilisi, sa şərt çəkilisi, sonra idi, yenə sa şərt çəkilisi və yenə isə. Cavabımız olacağına A variantı. 9. Sual işarəsinin yerinə hansı fikir yazıla bilər? Məktublaşmaq, məktublaşmaq. Təmiz, təmizlə, təmizlənmək. Məhsul növdədir. Ortaq olsun. Xeyr, bu məlum növdədir. Məktublamaq yoxdur. Laş deyə bir növ şəkilçimiz yoxdur. Hər iki sözdə 2 leksik şəkilçi, xeyr, birində 1 leksik şəkilçi. Yazılış sənəsi fərqlənmir, xeyr, hər ikisi fərqlənir. Kökləri feil deyil, bəli, təmiz sözü sifətdir. Məktub sözü də isimdir. D. Məlum növdədirlər. Biz təmizlən, kimsə tərəfindən təmizlənər, qayıdış, üzr istəyirəm, məchul növdədir. Məchul növdədir. Verilmiş nümunələrlə bağlı uyğun fikirləri müəyyən edin. Qaytarsan o sözləri sözsüz bir lal olarsan. Bax, bu diqqətli olmaq lazımdır. Sözsüz sözündən sonra vergül yoxdur. Sözsüz lal, yəni danışmayan lal. Qaytarsan onun yerində qalarsan. Bizimlə gəlmək istəyirsən, gəlsin. Birinci nümunə ilə bağlı doğru fikir, ikinci nümunə ilə bağlı yanlış fikri biz müəyyən etməliyik. Fərqləndirilmiş feil isə hissəci ilə işlənmişdir, düzəltmə feildir. İsə qaytarsan, bu şərt şəklidir. Olarsan, bəli, burada isə ilə işlənib. Deməli, fərqləndirmişdir, qalarsan, bəli, bir doğru. Düzəltmə feildir deyir, yox. Düzəltmə deyil, sadə feildir. Bir yanlış. Biz biri sildik. Nümunədə modal söz yoxdur. Bəli, modal söz yoxdur. Bu sözsüz, yəni duruq işarəsi olmadığına görə biz deyə bilmərik, orada modal söz var. 2 doğru. Şəxs əvəzli işlənmişdir. Oy hansı yer işi, o yer işi, hansı sözləri, o sözləri. Bu işarə əvəzliyidir. Səhvdir. 3-ü də silsək. Sonra, fərqləndirilmiş feil şərt şəkilçisi qəbul edib sadə feildir. Yenə dedik, bax, sədən qabaq nə var? Qrammatik şəkilçi var. Bu şərt şəkli ola bilməz, yanlışdır. Yiyəlik al şəkilçisi qəbul etmiş, əvəzlik işlənib. Yiyəlik al şəkilçisi qəbul etmiş, əvəzlik işlənib. Doğru fikirdir, biz 5-i götürə bilmərik. Nümunədəki bütün sözlərin yazılışı və tələffüzü fərqlənir. Gəlsin sözünün deyiliş və yazılışı necə fərqlənə bilər? Bu da olduğuna yanlış altında götürərik. Qoca keşikçi qəhqəhə çəkib güldü. Cümləsi ilə bağlı doğru fikir hansıdır? Cümlədə frozoloji birləşmə işlənməyib. Frozoloji birləşmə. Qəhqəhə çəkib güldü. Güldü necə qəhqəhə çəkib? Qəhqəhə çəkmək var. Təsriflənən feil idi hissəci ilə qəbul edib. İdi hissəci, xeyr, bu şərt şəkli birbaşa kökə qoşulub. Demək ki, bu zamandır, səhv. Cümlədə düzəltmə söz yoxdur. Düzəltmə söz keşik, keşikçi var. Cümlədəki sifət dərəcələrə görə dəyişə bilmir. Qoca, ən qoca dəyişə bilir. Bu da yanlışdır. Feil xəbər şəklindədir. Bəli, zaman varsa xəbər şəklində olur. Nümunələr haqqında ortaq fikir hansıdır? Uşaqlar qoşa-qoşa oturmuşdular. Əhməd arabanı qoşa-qoşa nəsə fikirləşirdi. Bəriz nümunə olaraq bildiyimiz kimi inkarda işlətməliyik. Qoşmaya otura bilməzsən, bu zərfdir. Qoşmaya nəsə fikirləşə bilərsən arabanı. Bu isə feili bağlamadır. Hər iki cümlədə indiki zamanda olan feil işlənib. İndiki zaman, bu nəqli keçmiş zamandır. Burada isə bəli, indiki zamandır. Bir yanlış. Altdan xətt çəkilmiş söz feili bağlama deyil. Altdan xətt çəkilmiş nədəki zərf deyil. Hər ikisi yanlışdır. Hər iki cümlədə düzəltmə sözü işlənib. Oturmaq sadə, mürəkkəb, sadə. Xeyr, düzəltmə sözü də yoxdur. Altdan xətt çəkilmiş sözlər hərəkətin tərzini bildirir. Bəli, həm zərf, həm də feili bağlama hərəkətin tərzini bildirir bu nümunələrdə. Hansı cümlədə olmaq sözü müstəqil mənada işlənmişdir? Var olmaq mənasında həqiqətən. Ali məktəbə qəbul olmaq bir sözdür. Dünənki iclasda mən də olmuşam. İclasda olmaq həqiqətən ola bilərsən. Yaxın dost olmaq mürəkkəb feil, daxil olmaq mürəkkəb feil, müəllim olmaq bu da mürəkkəb feildir. Sonra, klasteri tamamlayacaq fikri müəyyən edin. Düzəldin sözü bir leksik şəkilçili sözdür. Yəni, bizə nə demək istəyir? Düz, düzəl, zaman, nədəki şəxs onluğu. Yəni, sən düzəldin. Keçmiş zamanda biz bunu düşünürük. Düzəltin deyil, düzəltin. İcbar növ deyil. Ona görə nə? Nəqli keçmiş zamandadır.
Nəqli keçmiş zamanda. Xeyr, şu idi keçmiş zamandadır. Yanlış. Əmr şəklində deyil, xəbər şəklindədir. Feildən düzələn feildir. Xeyr, sifətdən düzəlib. Düzəl, sifətindən düzəlib. Səhv. İkinci şəxsin cəmindədir. Xeyr dedi. İkinci şəxsin təkindədir. Məlum növ feildir. Bəli. Əldə bir növ şəkilçimiz yoxdur. Cədvala əsasən uyğun fikirləri müəyyən edin. Düzəldilmişdir feili, danışılacaqsa feili. Düzəltmə feildir. Doğru. İmiş yox, birbaşa kökə qoşulub zamandır. 2 yanlış. Şəxssiz növdədir. Xeyr. Bu da yanlış. Məhsul növdədir. Danış, danışılacaqsa nə isə. Bəli, bu doğrudur. 1-4. Şərt şəkilçisi qəbul etməyib çünki zamandan sonra artırılıb. Yanlış. Xəbər şəklindədir. Doğru. Uyğunluq hansı bəndə pozulub? Yaratsa hissəci işlənib, hissəci ilə işlənib, pozulmayıb istəyib. Xeyr, yanlışdır. Çünki niyə? Kökə qoşulub birbaşa. A variantı getdi. Düşünülmüşdür, imiş hissəci ilə işlənib. Xeyr, uyğunluq pozulub, birbaşa başlanğıc formaya artırılıb. Gətirəcəksə, şərt şəkilçisi xeyr. Onun qabağında nə var? Qrammatik şəkilçisi var. Bu da getdi. Təəccüblənirdi, idi hissəci ilə işlənib. Bəli, niyə? Qabağında qrammatik şəkilçisi var, zaman var. Gəlirdisə keçmiş zamandadır. Xeyr, gəlir birinci şəkilçiyə baxaraq indiki zamandadır. Cümlələr haqqında ortaq fikir kimi verilə bilər. Məktubu oğlana oxutdu, qızını liseydə oxutdu. Bunlar arasında fərq var. Məktubu oğlana oxu, oxut icbar növ feildir. Amma qızını liseydə oxutdu, öz-özünə oxuturdu. Özü oxudur da, bu isə məlum növ feildir. Məlum növ feil. Düzdür. Hər iki feil xəbər şəklindədir. Doğru. Hər iki feil məlum növdədir. Xeyr. Biri dedi icbar. Hər iki feil sadədir, hər ikisi düzəltmədir. Hər iki feil icbar növ, biri məlumdur. Hər iki feil idi, hər ikisi yox idi deyil. Hər ikisində də deyil, şu idi keçmiş zaman.